Salam hörmətli izləyicilər. Bu Schmidt çəkicidir. Bu isə ultrasəs aparatıdır. Hər iki cihaz betonun möhkəmliyini yoxlamaq üçündür. Tək Schmidt çəkici ilə yoxladıqda məlumat düzgün verilməyə bilər, xəta baş verə bilər. Həmkarlarım yenə məndən incəyəcəklər, ancaq ki belə olmaz da. Başa düşürəm, xalqa şou lazımdır, siz o şounu göstərirsiniz. Ona görə də sizin izləyiciniz 50 mindir, mənimki cəmi 7 min. Ancaq heç olmasa düzgün məlumat verək. Yəni bu Schmidt çəkicini divara sıxdıqda bunun hansı bucaq altında sıxılmağının çox böyük fərqi var. İndi mən sizə Schmidt cədvəlini göstərəcəyəm, onda sizə hər şey məlum olacaq. Bu çəkicin üzərində gördüyünüz kimi 10-dan 100-ə qədər bölgülər vardır. Bu isə Schmidt cədvəldir. Bu cədvəlin yuxarı hissəsində göstərilən çəkicin üzərindəki bölgülər, yanındakı şəkillər isə çəkicin sıxılma istiqamətini göstərir. Sizə aydın olsun deyə mən misal üçün 32 rəqəmini dairəyə almışam və onun qarşısındakı rəqəmlərin altından xətt çəkmişəm. Gördüyünüz kimi, əgər çəkic yandan, yəni horizontal betona sıxılarsa, 32 rəqəmi göstərirsə, bu heç də bəzi videolarda göstərildiyi kimi 400 marka demək deyil. Bu cəmi 265 markalı betonun möhkəmliyini göstərir. Buna uyğun 350 marka dilimizdə dediyimiz, əslində isə 327 marka olan betonun möhkəmliyi isə ancaq bu 32 rəqəmi yuxarıdan aşağı, lap axırıncı qrafada göstərir 325 markanı. Yəni 350 dediyimiz betona yaxın bir rəqəmi göstərir. Faydalı oldumsa şad oldum. Sağ olun, gələn görüşlərə dək.